Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salamün aleyküm, hörmətli tamaşaçılar, xoş gördük hər birinizi. Eyni zamanda yeni qoşulmuş izləyicilərimizi də səmimi qəlbdən salamlayıram. Və xatırlatma etmək istəyirəm ki, mövzusu günahlar və cəzalardır. O günahlar ki, insanları Allahdan uzaqlaşdırır, o günahlar ki, insanları haqq yoldan uzaqlaşdırır. Eyni zamanda əlbəttə ki, ilahi əmirlərə qarşı çıxmağın da öz cəzası var və həmin o cəzalar haqqında da danışırıq. Ötən verilişimizdə biz riyakarlıq haqqında danışdıq. Riyanın kiçik bir şirk olduğunu bildirdik və riyakarların da aqibəti məhz cəhənnəm odu, alovudur dedik. Quran-ı Kərimdə buyurulur ki, vay o namaz qılanların halına ki, namazlarında qəflətdə olub riya edirlər. Vay olsun onların halına və bir çox yerdə də məhz riyakarlıq haqqında Quran-ı Kərimdə bəhs olunur. Ümumiyyətlə biz Quran-ı Kərimi təhlil etsək riya mövzusuna görə görərik ki, 5 dəfə riya sözü Quranda istifadə olunubdur. Bunlardan ikisi insanlara buyurulur ki, öz malınızı əgər kiməsə vermək istəyirsinizsə, bunu Allaha xatir verin. İkisi səxavət mövzusundadır, yəni malı başqasına vermək mövzusundadır, başqasına bağışlamaq mövzusundadır. Hələ o zaman İslam Peyğəmbəri Məkkə şəhərindən Mədinəyə hicrət edəndə artıq Məkkədən gəlmiş müsəlmanların heç nəyi yox idi. Onlar əli boş gəlmişdilər və təkcə öz quru canlarını götürərək Məkkə müşriklərin əlindən hicrət etmişdilər Mədinəyə və o zaman Mədinədə olan müsəlmanlar Məkkədən gələn müsəlmanlara köməklik edirlər. O qardaşlıq əlaqələri məhz orada özünü göstərirdi ki, onlar nələri varsa Məkkədən gəlmiş müsəlman qardaşlarının ixtiyarında qoyurdular. Bu ev də ola bilərdi, geyim də ola bilərdi, ərzaq da ola bilərdi. Hər bir halda Məkkədən gələn müsəlmanların ehtiyaclarını ödəmək üçün özlərinin sahib olduqlarını onların ixtiyarında qoyurdular. Və Allah Taala bir çox yerdə, həmin bu iki yerdə daha doğrusu Quran-ı Kərimdə müsəlmanlara buyurur ki, əgər nəyisə bağışlayırsınızsa, nəyisə kiməsə verirsinizsə, bunu məhz Allaha xatir edin. Yəni riya olmasın məsələdə. Aydın məsələdir ki, insanlar bəzən köməklik edəndə, bəzən kiməsə əl tutanda təəssüflər olsun ki, bunu Allah xatir deyil də bəndələrə xatir və yaxud da ki, özlərinin daha hörmətli olmalarına xatir, özlərinin yaxşı insan kimi tanınmaqlarına xatir edirlər. Amma heyifdir ki, həqiqətən də insan bir yaxşı əməli görsün, yaxşı bir işi görsün və o əməlin dəyərini də elə bu dünyada itirsin. O əməlin Allah dərgahına qalxmağına icazə verməsin. Özü bunun qarşısını alsın. Yaxşı olardı ki, heç bunu etməyəydi və riyaya da belə deyək, düçar olmayaydı, o kiçik şirkə əl atmayaydı. Yaxşı olardı ki, etməyəydi və bilərdi ki, etməyib. Amma bunu edirsə, Allaha xatir etmirsə, başqasına xatir edirsə, əməlin də dəyərini itirir, özü də günaha batmış olur. Digər bir tərəfdən Quran-ı Kərimdə 2 dəfədə namaz qılanlar haqqında bəhs olunur. O namaz qılanlar ki, namaz qılırlar, amma namazlarında riya var. Yəni namazlarını Allaha xatir deyil də başqa şeyə xatir qılırlar. Misal üçün, ötən verilişimizdə də buna misal çəkdim. Məscidə gedir, cəmaat namazına gedir, amma bunu ona görə edir ki, hamı desin ki, filankəs cəmaat namazında əvvəlin birinci insandır, həmişə cəmaat namazında iştirak edir. Və namazını nəinki gecikdirmir, nəinki namazı vaxtına, hətta cəmaat namazını belə tərk etmir. Bəzi insanlar buna xatir edirlər. Bəzi insanlar namaz qılanda, bir də görsən ki, evdə özləri tək olanda namazlarını o qədər sürətlə qılırlar ki, heç onun sürəti tutmaq olmur. Amma baxırsan ki, insanlar arasında, cəmiyyət arasında namaza gedir, namaz qılmaq istəyir, qalmayan duaları oxuyur, səcdədə, rukuda, nə bilim, qunutda qalmayan dualar oxunur ki, nə insanlar desinlər ki, bəh-bəh, bu necə namaz qılır? Bu necə namazlarında riayət eləyir, nə qədər dualar oxuyur, maşallah olsun da. Məhz bu adı, bunu qazanmaq üçün bunu edirlər. Bəli, bu insanlar riyakardırlar və öz namazlarında riyakarlığa yol verirlər, riyaya yol verirlər.
Bir nəfər deyir ki, bu riyakarlıq, bu riya xəstəliyi onun qəlbində var idi, vücudunda var idi və deyir, özü danışır bunu, deyir, bu tarixdə, bu qədim zamanda olmuş bir hadisədir. Deyir, mən hiss elədim ki, məndə bu vücudumu bürüyübdür. Bu xəstəliklər, ümumiyyətlə əxlaqi xəstəliklər, bunu hər zaman qeyd edirəm. Bunlar necə gəlir adamın vücuduna, adam bilmir. Başa düşə bilmirəm. Bir də baxırsan ki, vücudu bürüyübdür tamamilə, yəni insan özünü itirir. Bütün əməllərini, nə əməl görürsə, başqasının diqqətini düşünür ki, görsən başqası nə deyəcək. Bunu belə eləyim, biraz da yaxşı eləyim, mənim haqqımda daha yaxşı söz danışsınlar. Bu artıq vücudu bürüyüb bu hala gəlib çıxıb ki, insan özünü unudur, Allah'ı unudur, savabı unudur, öz əməllərini unudur, əməllərin dəyərini unudur və fikirləşir ki, yalnız və yalnız necə eləyim ki, məni yaxşı tanısınlar. Bu adam deyir ki, mən o qədər bu hala gəlib çatmışdım ki, namazlarımda riyaya yol verirdim və bütün əməllərimdə riya var idi. Yəni, artıq əməllərimin heç bir dəyəri qalmamışdı. Deyir, fikirləşdim ki, mən yaşadığım ərazini tərk eləyəcəm. Köçəcəm elə bir yerdə yaşayacağım ki, orada insan olmasın. Və həqiqətən də köçür, ucqar bir yerə köçür, bir mağaraya köçür və deyir ki, orada yaşayacağım, ibadətlərimi orada eləyəcəm. Buradakı insan yoxdur. Yəni, heç kəsə görə riyakarlıq etməyəcəm, bütün əməllərim xalis olacaq, Allaha xatir olacaq, ixlasla ibadət edəcəm və ixlasla yaşayacağım. Gəlir, mağarada yaşayır, bir gün qalxır namaz qılmağa. Namazını qılanda arxadan bir səs eşidir. Mağaranın qapısından bir səs gəlir, taqqıldı səsi gəlir. Bu namaz qılanda bu səsi eşidir və başlayır, elə fikirləşir ki, insan var. Kimsə gəlib, bunu arxadan izləyir. Başlayır namazını uzatmağa, başlayır namazında daha çox zikirlər deməyə, daha çox belə deyək, namazının belə deyək, uzanmasına səbəb olacaq zikirləri deməyə. Namazı bitirəndən sonra çönür, arxaya baxır, görür ki, arxada heç kəs yoxdur. Sadəcə bir külək imiş, gəlibmiş, qapını tərpədibmiş. Özünə fikirləşir, deyir ki, insanlardan qaçdım ki, insanların yanında riya edirəm. Əməllərimin savabını itirirəm, əməllərimin dəyərini itirirəm. Qaçdım, gəldim bir mağaraya ki, mağarada insan olmasın və mən burada ixlasla Allaha ibadət eləyim. Bütün əməllərim ixlasla olsun. Burada da şeytan məni rahat buraxmadı. Burada da şeytan mənə imkan vermədi ki, mən bu işi görəm rahatçılıqla. Riyakarlıq belə bir şeydir. O qədər çətin bir halda insanın vücudundan çıxır ki, o qədər çətin bir halda insanı tərk edir ki, ona görə bacardığımız qədər bundan özümüzü qorumalıyıq. Çünki bunlar insanın vücuduna düşəndə düzdür ki, aradan aparmaq mümkündür, düzdür ki, müalicə etmək mümkündür, amma müalicəsi də çətin olur. Aradan aparmaq da çətin olur. Çünki insana ləzzət verir, insana xoş gəlir ki, məsəl üçün, yaxşı iş eləyim, məni hamı yaxşı çağırsın. Kim sevmir ki, insanlar arasında izzətli olsun, kim sevmir ki, insanlar arasında hörmətli olsun, kim sevmir ki, insanlar arasında o yaxşı statusu qazansın. Kim sevmir ki, misal üçün gələndə hamı onun üçün desin ki, filan kəs o qədər yaxşı insandır ki, o qədər yaxşılıqlarla məşğuldur ki, bunu yəqin ki, çox insanlar sevir. Və bunu əldə etməyin bir yolu da riyakarlıqdan gedir. Düzdür ki, düzgün bir şey deyil və savabları aradan aparır. Və bu kiçik şirkdir. Düzdür ki, düzgün deyil. Amma buna gedən yollardan biri də məhz riyadır. Və insanlar təəssüflər olsun ki, bu yola əl atırlar. Riyakarlığa əl atırlar. Təbii ki, burada şeytanın vəsvəsəsi də var. Eyni zamanda Qurani Kərimdə 5-ci yerdə də belə deyək, bir yerdə də söhbət olunur riyadan ki, 5-ci yerdir. Burada da müsəlman adı altında, din adı altında müxtəlif işlərlə məşğul olan insanlara işarə olunur. Misal üçün, buna da elə misal olaraq yaxşı əməlləri biz çəkə bilərik ki, baxırsan ki, özünü dindar adlandırır, özünü müsəlman adlandırır, amma etdiyi əməllərin heç biri Allaha xatir deyil. Etdiyi əməllərin hər biri insanlara xatirdir. Və yaxud da ki, özünün belə deyək, şəxsiyyət insanlar içərisində yuxarı aparmağa xatirdir. Yəni, bu insan bu etdiyi əməllərin heç birində axirəti düşünmür. Etdiyi əməllərin hər birində fikirləşir ki, necə eləyim ki, mən daha hörmətli olum, daha məni yaxşı tanısınlar cəmiyyətdə. Qurani Kərimdə dediyimiz kimi 5 yerdə məhz riya mövzusuna işarə olunur və bundan da anlaşılır ki, riya çox önəmli bir mövzudur və hər bir müsəlmanın uzaq duracağı bir mövzudur. Çünki dediyimiz kimi əməlləri yuyub aparır, əməllərin savabını yuyub aparır. Eyni zamanda
insanların əməllərini dəyərsizləşdirir. Bir nəfər gəldi Peyğəmbərin yanına, Peyğəmbərə sual verdi ki, ya Rasulallah, necə eləyək ki, imanımızı qoruyaq? Ümumiyyətlə, bizim qurtuluş yolumuz nədir? Biz necə eləyək ki, özümüzü günahlardan qoruyaq? Necə eləyək ki, bu imanımızı əlimizdə saxlaya bilək? Necə eləyək ki, yaxşı əməllərimizi qoruya bilək, hifz eləyə bilək? Bu əməllərin savabı bizim əlimizdən ötüb keçməsin. İslam Peyğəmbər deyir ki, sadəcə bir şey tövsiyə edə bilərəm ki, riyadan uzaq durun. Yəni, etdiyiniz əməllər Allaha xatir olmazsa, əməllərinizin savabı da əlbəttə ki, çıxıb gedəcək. Və bu, bir çox hədislərdə İslam Peyğəmbərinin belə tövsiyəsi var ki, riyadan uzaq durun. Çünki riya kiçik bir şirkdir və insanları Allahdan uzaqlaşdıran, insanların əməllərini dəyərdən salan, insanları savabsız qoyacaq bir əməldir riya. Təəssüflər olsun ki, indiki zamanda dediyimiz kimi bu qədər texnologiya inkişaf edibdir və əvvəllər el arasında yayılardı, el arasında olardı bu. İndi artıq sosial şəbəkələrdə də çox rahatçılıqla belə görürsən ki, namaz qılanda namazlarını, öz namazlarını çəkirlər, misal üçün sosial şəbəkələri yerləşdirirlər. Bunun axı nə mənası var? Bir insan namaz qılır, ibadət edir Allaha, yaxşı bir əməllə məşğul olanda, kiməsə yardım eləyəndə bunu çəkib paylaşırlar. Başa düşürük ki, haradasa burada belə deyək, insanlara da tanıtmaq istəyirlər, başa salmaq istəyirlər ki, baxın, biz bu əməli elədik, siz də bunu edə bilərsiniz. Yaxşı, bunu bu tərəfdən dəyərləndirsə əgər, bir insan amma öz namazını niyə çəkib qoysun, niyə çəkib paylaşsın axı? Əgər bir insan namaz qılırsa, şəxsi, fərdi ibadətidir bu. Fərdi ibadəti insanlara göstərməkdə məqsəd nədir ki? Burada riyadan başqa bir məqsəd ola bilərmi? Və çox heyifdir ki, insan ibadət eləsin, amma onun ibadəti sadəcə əyilib qalxmaqdan ibarət olsun. Heyifdir ki, insan bir ay oruç tutsun, ağzı oruc olsun, amma sadəcə və sadəcə ac qalmaqdan ibarət olsun bu ibadət. Yəni, orucun mahiyyəti var. Orucun, belə deyək, Allah bizə orucu niyə vacib buyurubdur? Bunun əsli var. İnsanlar bəzən sadəcə və sadəcə ac qalaraqdan bu bir ay Ramazan ayını tamamlayırlar, bitirirlər və əllərinə heç bir savab da gəlmir, heç bir Allah tərəfindən onlara heç nə verilmir. Niyə? Çünki onlar sadəcə ac qaldılar və ac qalmaqda da məqsəd insanlara belə deyək, səs salmaq idi ki, mən də bir ay belə deyək, bu ibadəti yerinə yetirdim. Bu orucun da savabından binəsib olurlar. Hətta müstəhəb oruclara biz baxanda görürük ki, bir nəfər əgər oruç tutubsa və ona bir şey verilibsə, bir yeyiləcək bir şey verilibsə və zöhr azanından qabaqdırsa, həmin o adam həmin o yeyiləcək şeyi qəbul edib yeməlidir. Yeməlidir və bildirməməlidir ki, orucdur. Yəni, yeyə bilər, icazəlidir ki, bunu yesin müstəhəb oruclarında. Bəzən biri müstəhəb oruç tutur, bildirməkdə də məqsədi hamı bilsin ki, bu oruç tutub, bu oruç tutan bir insandır və əlbəttə ki, burada da riya var və bu əməlin də heç bir savabı yoxdur Allah dərgahında. Hədislərimizə, eyni zamanda mübarək kitabımıza əsasən təbii ki, bunu qeyd edirik. Bəli, dəyərli izləyicilərimiz, bugünlük vaxtımız sona çatır və vaxt məhdudiyyətimiz var, bilirsiniz. Məhz bu səbəbdən riyakarlıq, riya haqqında ümumiyyətlə önəmli nöqtələr var ki, onları da növbəti verilişimizdə qeyd edəcəyik. Ümumiyyətlə, bu riyanın hansı xüsusiyyətləri var, hansı əlamətləri var, çox önəmlidir bu bəhsimiz. Növbəti verilişimizi izləməyi unutmayın və bugün sizlərlə sağollaşıram. Sizləri də Allaha əmanət edirəm. İnşallah növbəti verilişimizdə görüşmək ümidi ilə sağ olun. Allaha əmanət olun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Oh